Putin Ukraynadakı bataqlıqda çabalayır. Trump dünyanı fəth eləyir. Zelenski yenə qurban rolunda. Ötən gün beynəlxalq ictimaiyyətin diqqəti Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla Rusiya lideri Vladimir Putin arasındakı telefon danışığına yönəlmişdi. Söhbətdən sonra hər iki lider qısa bəyanatlar versələr də təfərrüatlara varmayıblar. Belə zənn edilirdi ki, Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Rusiyalı həmkarını atəşkəs yaxud sülh sazişinin imzalanması üçün Ukrayna prezidenti ilə birbaşa iki tərəfli danışıqlara başlaması üçün yola gətirə biləcək. Ancaq bu baş vermədi. Donald Trump'ın münaqişəyə Amerika Birləşmiş Ştatlarının müdaxiləsinin yersiz hesab edərək Avropanın problemin həllində önə çıxmasını söyləməsi Ukraynanı Rusiya qarşı müharibədə siyasi, diplomatik və mənəvi baxımından məyus edə bilər. Çünki müharibənin və ümumiyyətlə Ukraynada Maydan hərəkatından indiyədək baş verənlərin əsas hədəfi məlumdur. Bu ölkə Qərbə, NATO və Avropa İttifaqına üzv olmaq, Rusiyanın təsir və nüfuz dairəsindən çıxmaq istəyir. Ölkə bunu heç də bir tərəfli qaydada eləmir. Bu ölkədə narıncı inqilabın qələbəsinə Qərbin verdiyi dəstək, etdiyi yardım, göstərdiyi təşəbbüskarlıq Rusiyanın başladığı müharibədə Ukraynaya edilmir. Amerika Birləşmiş Ştatları Ukraynanın faydalı qazıntılarına dair müqaviləni imzalasa da, ölkənin təhlükəsizliyinə onun real təsiri görünmür. Telefon danışığı zamanı atəşkəs, sülh müqaviləsinin bağlanması, dövlət başçılarının birbaşa iki tərəfli görüşü ilə bağlı qərar qəbul edilməyib. Yəni, müharibənin dayanmasına nail olunmayıb. Moskva niyə müharibəni davam etdirmək üçün vaxt tutur? Belə ehtimal eləmək olar ki, Rusiya işğal və ilhaq elədiyi ərazilərdən çıxmaq, onlardan imtina eləmək fikrində deyil. Görünür, o daha böyük əraziləri tutmaq, danışıqlar prosesində onları güzəştə getmək niyyətindədir. Ona görə də Vladimir Putin və Donald Trump'ın açıqlamasında qeyri-müəyyənliklər var. Açıqlamalarından da göründüyü kimi, liderlər müzakirə olunan məsələlər üzrə ortaq məxrəcə gəlməyiblər. Donald Trump həmkarına düşünmək üçün vaxt verib. Çünki Amerika Birləşmiş Ştatlarının Çinə qarşı açdığı ticarət savaşında Vaşinqton üstünlük əldə edib. Trump ərəb ölkələri ilə də təhlükəsizlik və hərbi məsələlərdə razılığa gəlib. Habelə İranla görüşlərin, danışıqların davam edəcəyi istisna olunmur. Hindistanın Pakistana qarşı başladığı müharibə də ştatları Ukrayna müharibəsindən uzaqlaşdırmayıb. Odur ki, beynəlxalq müstəvidə başqa hadisələr Amerika Birləşmiş Ştatlarının son aylar əldə etdiyi uğurdan xəbər verir. Onun uğuru Rusiyada daxil olmaqla başqa rəqiblərin məğlubiyyəti sayıla bilər. Moskva, Vaşinqtonun bu kimi üstünlükləri qarşılığında Ukraynada bataqlıqda çabalayır, keçmiş SSR-nin yaxın şərqdə əldə etdiyi mövqeləri yenidən qazana bilmir. Postsovet məkanında hələ də uğura nail ola bilməyib. Daim qoynunda bəslədiyi Ermənistan Rusiyanın süd vəzisi xərçənginə çevrilib. Bununla belə Rusiya Ukraynada apardığı haqsız savaşdan əl çəkmir. O ölkəsinin qlobal maraqlarını regional hiqqəli, inadcıl hədəflərinə qurban verir. Ona görə də Trumpla Putinin nəticəsiz danışığı daha çox Ukrayna nüfuz dairəsinə bölünərək satılıb qənaətinə gəlməyə əsas verir. 2019-cu il mayın 20-sində Ukraynanın 6-cı prezidenti Volodymyr Zelenski seçkinin qalibi olaraq and içib. Onun səlahiyyət müddəti 2024-cü ilin yazında başa çatıb. Müharibə olmasaydı, Ukraynada prezident seçkisi keçiriləcəkdi. Ölkə demokratik yolla inkişafını biraz da irəli aparacaqdı. Nə ərazi bölünəcək, nə də vətəndaşları qaçqın düşəcəkdi. Demokratik dövlət qurmaq üçün mütləq qərbə meyllənib Rusiyaya qarşı olmaq lazımdır. Ukraynadakı müharibədən Ukraynalılar hələ ki heç nəyə nail olmayıblar. Əksinə, torpaqlarını, təbii sərvətlərini itirdikləri kimi yenicə adət etdikləri demokratik dəyərləri də unudurlar. Ukraynada müharibənin bitəcəyi ilə bağlı nikbinliyə ümid verəcək əsas hələ yoxdur. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.